Əmi 80 kiloluk balıq tutub və o balığı bura qoyub evə gətirəndə necə qarşıladı? Özünə getmişdim. Siz də getmişdiniz balığa. Gəmini mən çəkmişəm, o bintirdə qaldırıb balığı qoyub ora. Sevindiniz onda. Əlbəttə ki. Lap bir balaca bu boyda balıq da tutsun, ovdur da, ov şirin olur. Gördüm çəfərdən baxır mənə çəf-çəf ki, görün bu kimdir gəlir. Yox, həqiqətən mən əvvəli bunu tanımırdım. Heç tanımırdım. Həqiqətən. Əsgərdən gələndə deyirlər ki, ondan bundan soruşurum ki, o kimdir? Deyirlər Qulu müəllim oğlu. Məsələn, mən 18 yaşım var idi. Məsələn, evdən də kənara o qədər çıxışım zadım yox idi. O vaxtı qızlar biraz çıxmaz. İndi baxma, indiki devrə baxma. Hə. Yəni ki, sonradan biz tanış olduq bir-birimizlə, bir-birimizi sevdik. Bizim sevgimiz deyərəm o dövrlərdə çox-çox adamlara nümunə oldu. Hələ bu günə qədər də deyilir. Bu günə qədər də ki, deyilir. İndi biz 54 il az deyil, bir ömürdür. 54 ildir biz bir yerdə yaşayırıq, hə? Kimin ailədə söz olmaz? Sözümüz olur, söhbətimiz olur. Hələ, amma ki, bir dəfə, bunu da deyim, günah qazanaram desəm, o adam mənə əl qaldırmayıb. Mənə bir, məsələn, söz də deyibsə təhqir eləyib. Söz də deyibsə, məsələn, söz, o da keçmişəm. Keçib gedib da, indi ailədir da bu. Əsəbləşərsən, nə deyəm, əsəbləşəndə mən də nəsə olsa deyərəm. İndiki devirdə, o devirdə yox, o devirdə nə deyirsən sözü, söhbəti də yox idi ki, sən kimsən, nə deyirsən, bax, belə idi. İndi deyirsiniz ki, o vaxtı bir-birinizi sevmişsiniz. Hə. İndi həmən o sevgi gənclər arasında var, yaşayır. Sevgi var ümumiyyətlə indiki devirdə. Var. Yoxdur. Var. Mən deyim yoxdur. Var, ta qocalırdı ona görə. Sənlə demir, başqa gənclərlə. Başqa gənclər. Ümumiyyətlə deyirəm, indi o vaxt sizin dövrdə sevgi var idi. O formada yoxdur. Hə, elə sevgi yoxdur indi, yoxdur bala. Vallahi yoxdur indi. Bu mənlə nişanlı toya aparırdıq, bunu gedirdi mənlə. Leningrada gedim mənlə. Gəzməyə. Yəni ki, biz elə da adi bir hamı bilirdi ki, biz bir-birimizi nə qədər də sevirik. O sevginə qurbanı da eləyirdik, bunun səhvi də olsa keçirəm. Yaxşı da işlər olanda qəbul eləyirəm. Ona görə ki, mən balalarım var. O balalar məndən irbət götürməli idi. İndi niyə sevgi yoxdur? Adiləşib hər şey. İndi zamana bilmirəm. Deyəcək telefondur problem. Bilmirəm qızlarda, bilmirəm oğlanlarda da, bilmirəm zamanənin yetirdiyi devirdədir. Hamı oturub kompüterdə, telefonda, lap oturur, eybi yoxdur. Amma bu sevgini də yaşada bildi hamını da. Bu sevgini də yaşatmalısan. Və ona görə məncə, mən belə fikirləşirəm ki, sevgi yoxdursa, ona görə boşanmalarını da sayır. Elədir. Deyirlər ki, əvvəl məsəl üçün sevirsən, bir-birinizi sevirsən və ailə həyatı qurandan sonra, illər keçəndən sonra orada hörmət qalır, sevgi qalmır. Düzdür? Hörmət də qalır, sevgi də qalır. Müəyyən müddətləri var, vaxtları var, sevgi də qalır. Sevgi olmasa həyatda insan yaşaya bilər. 54 il bir yerdə yaşayırıq, 54 ildir. Bu sevgi olmasaydı yaşaya bilərdik. Məhv olardıq, deyərdim, yəqin ki də bir-birimizlə əgər sevgi olmasaydı, hörmət olmasaydı, məhəbbət olmasaydı. Necə deyirlər, xoşbəxt günləriniz də olub, kasıb günləriniz də olub. Olub bala, olub. Bəli, kasıb günlərdə necə idi? Necə bir-birinizi yola verirdiniz? O gəlincə işdən o bilməzdi ki, mən nə pişirdim, nə irəhladım, nədən nə düzəltdim, qoydum stola, gəlib görürdü hazırdır. Heç nədən. Həyətimdə yumurtamdan, çolpamdan nəyim var? Ondan, o uşaqlar bilməzdi ki, körlük nə çəkiblər. Özüm də işləmişəm, bu da işləyib, vermişik əl-ələ, balalarımızı böyütmüşük. Şükür Allaha ki, balalarım da, indi bax, indi kətdən, eldən də öyrənə bilərsiniz. 3 dənə oğlu həmən kəndi müəllimləri qız tərbiyəsi verirdilər. Qız tərbiyəsi məktəbdə oxuyanda ki, bu uşaqlarda qızdan da hüsn tərbiyələr var. Yenə də peşman deyirəm. Allah hamının balasını başacan eləsin, böyüsün, bütün valideynlərə bu günləri qismət eləsin. Yaşasınlar, yarasınlar. Belə nətər, layaqlı övladlar vətənə, elə, kəndə layaqlı övladlar tərbiyə eləsinlər. İstəyir qız, istəyir oğlan, övlad evladdır. Fərqi yoxdur.
Bir də bu əvvəllər deyirdiniz ki, bir külfət idi da ailələr, 10 uşaq, 12 uşaq. Mən belə fikirləşirəm ki, əsasən Külqıra kəndlərdə deyir 13-14 uşaq da var idi. O uşaqlar məsəl üçün balaca evlərdə yaşayırdılar. İndi vaxt keçdi, o balaca evləri böyük evlər, villalar, imarətlər yerinə aldı. İndi o imarətlərin içində baxırsan 2 dənə, 1 dənə uşaq var. O niyə elə oldu? Niyə məsəl üçün böyük ailələr məsəl üçün kiçik evə sığırdı? İndi kiçik ailələr böyük evlərə sığmır. Səbəb nədir? Səbəb nədir? Bir-biri yola vermirsən ona görə. Səbəb nədir? Heç nədən ailədə söz-söhbət yaradırsan. Heç nədən də, yəni ki, mən bu gün narahat ola bilmərəm. Mən bu günləri məsələn bu evdə 5 dənə adamla yaşaya bilmərəm. Belə-belə sözlər, belə-belə səbəblər gəlir axırda ailələrdə dağılır. 12 nəfəri yeməyin, süfrəni salıb düzürdük. Arvada deyirdim ki, rəhmətli qaynanama, uşaqların yeməyin ver, sonra mənə verərsən. Və yaxud da özüm pişirib gətirib qoyurdum yenə. Yenə uşaqlara verirdim. Hamısı balaca idi. Ən balaca qaynımın 5 yaşı var idi mən gələndə. O vaxtda qaynanların gəlinlərə münasibəti necə idi? Qızı kimi baxırdı? Mən inciməmişəm qaynanamla. Heç vaxtı. Deyərsiniz o ölüb rəhmətə gedib? Yox, yox. Əgər ondan mənə inciklik olsaydı, məndə yalan söhbət yoxdur. O mənə deyirdi, 4 qızım bir yanadır, sən də bir yana. Mən belə qaynana gəlin olmuşum. İndi nə bilim, indi qaynana adı çəkiləndə mənə biraz başqa cürə gəlir, çöçün gəlir. Deyirlər ki, qaynana falandır, qaynana. Deyirəm, bu qaynana da anadır da, anadır bu da. Bu oğlanın anasıdır. Nətər olur? Qızın anası yaxşı olur. Qaynana olanda, qaynana məsələsi gələndə deyirsiniz, qaynana belə elədi, qaynana elə elədi. Məsələn, gəlinlər adətən indi əksəriyyəti vardı elə bir şey ki, məsələn, qaynanaya siz dediyiniz kimi baxır. Elədir. Görürsən bu kişilər necədir? Qaynanaya kişilər necə baxır? Onlar da elə o gözlə baxır ki, nə bilim də bu belə. Mən də qızım kimi baxmışam. Hamısı baxa bilməz. Bəzi də o inanma. Birinci hər şey oğuldan asılıdır. Bunu yadında saxla. Oğul o stabil vəziyyəti saxlaya bilir evdə, değil mi? Başa dönün bax, hər şey oğuldan asılıdır. Oğul öz ailəsinin stabilini saxlayır. Nə ananın ayağına vermir, nə ananın onun ayağına vermir. Eyni bir vəziyyətdə, eyni bir stabildə saxlayır, balansı saxlayır. Eyni qaydada, eyni balansda saxlayır. O evdə heç vaxt söz söhbət olmaz. Heç vaxtı. Amma deməli o vaxt evləndiniz bibi ilə. Toy o vaxt toy oldu sizə? Toy oldu, 2 gün. Harda oldu toy? Bu kətdə oldu? Ata ocağıdır, orada böyrümüzdəki o həyətdə elə bax orada. İndi stol yotmuşdu orada. Orada toy oldu. Aşıq Əhməd eləyib toyumuzu. Aşıq Əhməd Rüstəmov da sizin kətçi olur. Qohumdur. Bəli. Aydın məsələci Külqırağı insanlar istedadlı olur. Bayaq mən onu bir də misal gətirdim. Aşıq Əhməd Rüstəmov da o insanlardan biridir. Deməli toyunuzu o elədi. Bəli. O vaxtki devrin toyları ilə indiki devrin toylarının arasında fərq çoxdur. 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 O vaxt necə idi? Məsələn, qıza nə aparırdılar? Elçi gedəndə nə deyirdilər? Gedirdilər. İşte buyruğa gedirdi. Buyruq deyirlər. Gedirdi, öyrənirdi, şey eləyirdi, elçi gedirdi. Araşdırırdı. Oğlan ola elçi gələndə nəyə baxırdı? Vara baxırdı, dövlətə baxırdı, tərbiyəyə baxırdı. Yox idi. O vaxtı başa dönüm, elə şeylər yox idi. Mənim oğlum bu qızı sevirsə, bunu almalıyam. İndi baxılır o dövrə. Ailələr müdaxilə eləmirdi ki, o vaxt uşaqlara ki, sən bu qızla evlənməlisən. Elə valideyn var idi. Elə valideynlər var idi. Bəli, sərbəstlik onda da olub, indi də var da. Onda da var idi, bu qədər yox idi. İndi kütləvidir. İndi kütləvidir, bu qədər yox idi. Olurdu tək-tək valideyn olurdu da, narazılıq eləyirdi ki, mən oğluma almıram bu qızı, qızımı vermirəm və yaxud bu oğlana. Elə var idi. Onda valideyn məsləhəti ilə evliliklər uzun ömürlü olurdu da. Hər şeydə valideynin məsləhəti lazımdır bala, hər şeydə. Bax, Romana deyirəm ki, mənlə yaşasam maşallah deyirəm da, bax elə deyirəm özünə. Amma yeri düşəndə Roman məndən hələ də məsləhət alır. Hələ də. Bax, bu günəcən olsun ayrı, ailəsi, işi. Bir də görsən yığır, zəngilir filan şey, amma filandır. Bu belə olsa belə olar. Hələ də. O birilər də yenə. Məsləhətli yerdə bin bərəkət olar. Bəli. Öz başına iş görməzlər. Heç vaxtda nə olsun, yaş devrin görür. Mən bu yaşımda, bu yaşımda, mən 73 yaşında hərdən yanımdakı gəlindən soruşanda uşaqlar inciyir məndən. O balaca oğlum mənə deyir, mama sən ondan nə soruşursan? Deyirəm, bəlkə mənim yaddaşımdan gedib, bəlkə nə olar soruşanda?
Deyir, mama sən ondan soruşsan ki, falan şey falan eləyə bilərəm, falan yeməyə belə eləyə bilərəm. Niyə soruşursan? Deyirəm, bala, o bir pis şey deyir. Nə olsun, o mənim qızımdır da, gəlinimdir də. Bəlkə mənim yadımdan çıxıb, bəlkə mən unutmuşam onu. Belə şeylər olmalıdır, məsləhət olmalıdır hər yerdə. Məsləhət. Bəli. Amma mən ümumiyyətlə Azərbaycanımızın kəndləri, şəhərləri, rayonları hamısı qonaqpərvərdir. Mən kəndə girəndə daxildə mən hər həftə Azərbaycanımızın müxtəlif kəndlərində oluram, hər həftə bir kənddə oluram. Hər kənd yeni bir hekayənin başlanğıcıdır. Məsələn, kəndə girəndə artıq bilirsən ki, bu kənd necə kənddir. Çünki ailədə, həyətə girəndə bilirsən ki, bu ailə vəziyyəti necədir. Məsələn, kəndə də girəndə bilirsən ki, bu kəndin vəziyyəti necədir. Həqiqətən Carı kəndi bugünkü gün çox gözəl mənə inkişaf eləyir, mənə müsbət təsir elədi. Mən bura gələndə də necə deyirlər, kənd insanları qayğıkeş olur, saf olur, mehriban olur. Biz onu məsələn sizin üzünüzə baxanda da mən onu hiss eləyirəm. Bəlkə də biz izləyən tamaşaçılar da hiss eləyəcək. Həm də mən sizin üzünüzə zəhmət görürəm. Yəni ki, zamanla, zəhmətlə, o deyir necə deyirlər, o qayalar var, dənizlərin qırağında qayalar var ki, oraya baxsan orada şiramlar açılıb ki, o dalğalarla necə də çarpışmaqdan orada, döyüşməkdən. Sizdə də mən onu görürəm ki, zamana qarşı gəlmisiniz, çox əziyyətlər çəkmisiniz. Sizin gözlərinizdən də o bilinir. O vaxtı əziyyət çəkirdiniz, əziyyət çəkə-çəkə xoşbəxt olurdunuz da. İndi məsəl üçün elə ailələr var ki, indi var, dövlət var, orada xoşbəxt deyirlər. Deməli, onda xoşbəxtçinin əsasın var, dövlət, pul həll eləmir. Ümumiyyətlə, pul hər şey həll eləmir həyatda. Əsas xoşbəxt olmalısan, anın qədrini bilməlisən, həmən anı yaşamalısan. Siz həmən anı yaşamısınız və bugünkü gün... Hələ bu günə də yaşayıram. Bugünkü günə qədər də, hələ bugünkü günə qədər də. Çörəyi də pişirirəm, heyvanı sağıram. Üzr istəyirəm, heç vaxt məcbur eləməmsiniz ki, gedək Bakıda qalaq, şəhərdə qalaq. Getmişdik, aparmışdı mənə. Bu qoymadı Bakıda qalmağa. Aparmışdı. Dedim, mən burada yaşamayacağam. Şərait var idi, getmişdi. Evdə uçuretində idi. Evdə almışdım, uçuretdə idi. Dedim, yaşayırsan, yaşa, mən yaşamayacam. İndi ağsaqqal da, indi əmi burada çətinlik çəkəndə, malqara ot verəndə adam əsəbləşir, demir ki... Demir, uşaqlar deyir. Uşaqlar deyir. Deyir, biz deyib qoymadın ki, niyə götürüb gəlmişsən? Uşaqlar deyir. Amma o müəyyən vaxtsa təsir eləyib, uşaqlar deyəndə təsir eləyib ardasa. Onda eləyir, məsələn, uşaqların çətinliyi olanda, görürsən olanda, onda mən deyirəm ki, bəlkə də qalsaydım, indi orada nələr, amma da qala bilmir. Neft ladında işlərində müdür mənə dedi ki, yoldaşı da texnikuma qoyaq neftin razında. Dedi, yox, oxumayacağım. İndi Razım Bakıxanov. Yox, gedib universitetdən kəsilib qayıtmışdım da, 3-cü imtahana. Deyim, yox, mən dünyada oxumaram. Demək, şans gəlmişdi. Yaxşı imtahan, əyərləşib qutarmışdım məktəbi, girəmədim. Amma bugünkü gün Allah'a şükür nəvələriniz var. Nəvələrim var, Allah şükür. Neçə nəticəniz var? 3 dənə nəticəm var. Allah ömür versin. Allah sizə də qismət eləsin. Babalar, deməli, nəvələri sevirlər, düzdür. Evlatlardan çox nəvələri sevirlər, mən bilən. O, nəyinə əlaqədərdir? Deyirlər ki, o vaxtı adətənlər biraz çox idi də, yəni ki, çox ciddilik edirdi. Uşağı ata öz övladının qucağına götürüb əzizləyə bilmirdi ki, atan görəcək, nə görəcək. Mənim yoldaşım götürməyib Romaniyalıncı. O elə bir adət də var idi. Sonra da nəvələri olur. Artıq nəvələrə, babalara heç kəs nə kriteriya qoymur ki, sən onu götürmə. Çünki amma götürür qucağını əzizir, bir söv evladına vermədiyi, məsələn, götürüb vaxtında sevmədiyi evladın, məsəl üçün deyil də, evladından həmən o iyi qoxunu ala bilir nəvəsindən. Bu da gözəl bir hissə. İndi siz nəvənizi sevirsiniz, yoxsa nəticənizi hansı daha şirindir? Allahın olsun bala, mənim üçün eynidirlər. Eynidirlər. Bax, nətər nəvələrimi çox sevirəm. Nəticə yavaş-yavaş yaddaşmırmı? Yaddaşmır. Nə qədər bax nəvələrimi sevirəm, o qədər də o nəticələrimi sevirəm. Çünki aydın məsələdir də, evlad, sonra nəvə, daha nəticə. Kiminsə deyir, ata-anasını çox istəyirsənsə deyir, qabaqlar buna böyüklər deyib. Onun evladını da çox istəyirsən. Deməli, mən nəvələrimi çox istəyirəmsə, onun balalarını da çox istəməliyəm da nəticələr. Gəlib gedirlər sizə. Gəlirlər, hə. Bibi, gəl. Bu gün ortanın üstündə səni də incitdik biz. Üzrü say bizi. Xoşdur. Bayaq biz o balığı orada balıqçılar tutub. Kürün balığıdır. Siz əvvəllərdən bu kürdən, bu balıqdan necə deyirlər, həyat olaraq tutub gətirib evə. Pişirmisiniz, düzdür? Elədir. O dadla indiki dad eynidir, fərqlənir. Əvvəlki balığın dadı ilə.
Fərqlənir deyəndə indi kürün balığı başqadır. İndi bu sarı suyun balığıdır da. Yox, bu da kürün balığıdır. Oradan Kürün tutulur. balığıdır, Bəli, oradan hə. tutulur. Ola bilər. Bəlkə də sarıgöldür bizə deyirlər ki, Yox, oradan tutulur. bəlkə də kürün balığıdır. Kürün balığı nə deyim? İndi bütün dadlar dəyişilib. Hə. Hə. İndi Bütün yeməklərin dadı dəyişib bala. Ola bilsin. İndi biz o vaxtı tutan balıqlar hara, indi hara? Yenə həmən suda, həmən şeydə göldə qidalanıb, həmən şeydə deməli dadı da eyni ola bilər. əziz tamaşaçılar, balıq Carı kəndinin demək olar ki, simvoldur. Düzdür şey? Simvol. Çünki bayaq dediyim kimi burada lotka da var. Hə. Bu neçə ildir sizdədir bu lotka? Nə bilim. Kim bax yaxından göstər bura. 40 il, bəlkə 50 il var, nə bilim. Buna axırıncı dəfə nə vaxt gəlin bura zəhmət olmasa. Əmi sən də gəl. Buna nə vaxt axırıncı dəfə atılmısan, necə deyirlər? Kürə. Axırıncı dəfə. Hə. Onlar da neçə il olar bu çıxdı. Çox olar. Yox, axırıncı dəfə. Bir 15 il zad olar. Üzmüsən də bununla tərk edirəm. 88-dən suda olub. Hə. Onlar da 10 il. O gəmini özüm elə çəkirəm ki, kürün o üzünə keçirəm, bər üzünə də. İndi də elədir. İndi bu dəqiqə də çəkirəm, çəkə bilirəm. Maşallah. Özüm bu deyə bundan o qədər Bu gedib keyfiyyəti itirməyib də indi hələ. Yox, biraz kraska remont lazımdır da belə. Allah halal olsun sizə. Həqiqətən də zəhmətkeş insan bilinir də. Elə balıq atmışam bunlar. Ən böyük nə boyda balıq tutmusan? Mən 80 kilo nax atmışam. Bu lotka ana. Əziz tamaşaçılar, görün bir lotka nələrə şahid eləyib. Əmi 80 kilo. 80 kiloluk balıq tutub və o balığı bura qoyub evə gətirəndə Hə. necə qarşıladı? Özünə getmişdim axı. Siz də getmişdiniz balığa. 2 nəfər bax. Gəmini mən çəkmişəm, o vintirdə qaldırıb balığa qoyub ora. Sevindiniz onda. Əlbəttə ki. Lap bir balaca bu boyda balıq da tutsun, ovdur da, ov şirin olur. Bəli. Balıq ovu lap şirin olur. Elə ki setkanı qaldırırsan, görürsən ki onun içi boşdur, biraz məyus olursan. Bir setka, 2 setka keçirsən, yenə qaldırırsan, görürsən yaxşı balıq var içində. Onda istirahətdir də. Onda sevinirsən, terapiya. onda elə ki biraz ömrün də uzanır. Uşaqlar hamısı əskərlikdə, orada burada olanda məcbur qalırdı. Oturub fikirləşirdi ki, mən nə edeyim də, yəni torlarım sudadır. Deyirdim ki, mən gəmini çəkəcəm, sən də qaldırıb baxırsan. Dərdin sarın yadından çıxar. Balıqdan Elə unudursan hər şey. Əlbəttə ki, ov şirin olur. Deməli, əziz tamaşaçılar, kəndin gözəlliyi odur da. Kəndin gözəlliyi nədir? Əkəsən, becərəsən. Elədir. Mən insanlar tanıyıram ki, kətdə yaşayır. 1 hektar ərazisi var, həyətyansa. Orada 3 dənə, 4 dənə ağac əkib. Nə malı saxlayır, nə qarası var, nə malı var, nə xırda buynuzu, nə iri buynuzu, heç nə saxlamır. Sudu qatığı da gedir, bazarlardan alır. Bir kəndçi üçün məncə eyibdir. Gedib bazardan, əlbəttə. bəli, kənd təsərrüfat mallarını almağa. Nə qədər qüvvün var, nə qədər gücün var, özün üçün işləyirsən. O hər işdə işlədiyi, deməli özün üçün işləyirsən, daha evin, ailən üçün işləyirsən. Əkə də bilərsən, toyuq da saxlayırsan, heyvan da sağ. Bu yaşımda mən hələ heyvanımı da özüm sağıram, toyuq cüzəmə də özüm baxıram. Maşallah. Yeməyimi, çörəyimi də özüm eləyirəm, yəni ki, başqa bir böyürdən elənir. Tam təbii qidalardan istifadə edirsiniz. O təbii qidalardakı o qədər sevirəm ki, özüm eləyim, özüm nəsə bir düzəldim, özüm bişirim. Və bunları da. O qədər də məsələn meylim yoxdur mağazindən almağa. Adi makaron deyirik da, hə. Qış olanda mən özüm kəsirəm. Maşallah. Yəni ki, gedib anam alım onu. Ərişdə də elə, xəngəl də elə. Ərişdə deyirik də, xəngəl, umac da elə. Umac hamısını özüm təbii şəkildə kəsirəm, Həqiqətən də pişirirəm. bizim insanlar həqiqətən də zəhmətkeş insanlardır. Əsasən də kənddə yaşayan insanlar Elədir belə. həmişə zəhmətlə, əziyyətlə istəyiblər ki, bayaq dediyim kimi qonaqlar gələndə ən yaxşı süfrələrini onlar üçün açsınlar.